Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Bugün tavada tamam fərqli bir sosla, üzəri qızarmış, içərisi yumuşaq, təndir dadında ləzzətli toyuq yeməyi hazırlayıram və sizin üçün maraqlıdırsa videomuzu sona qədər izləyin. İnanın ki, cəmsi 1 saat vaxtımı aldı bu yeməyi hazırlamaq. Əvvəlcə toyuğun artıq hissələrini kəsib, sinə hissəsindən 2 yerə ayırıram. Siz istəyirsinizsə toyuğu tamam ortadan bölə bilərsiniz. Mən bu cürə kəsdim və təmizlədim artıq hissələrini. İndi isə təmiz su ilə bir neçə dəfə yuyacağam. Təmiz yuduqdan sonra toyuğun suyunu kağız salfet ilə təmiz qurulayıram və indi isə sosunu hazırlayıram. Sosun içərisindəki ərzaqların miqdarını videonun alt hissəsində qeyd edəcəm. Qaba duru yağı əlavə edirəm. Üzərinə 1 yemək qaşığı tomat pastası və 1 dolu yemək qaşığı isə qatıq əlavə edirəm. Sonra isə istədiyiniz ədviyyatı tökə bilərsiniz. Mən qırmızı bibər, kəklik otu və sarımsaq, bir də ki qara bibər əlavə elədim. Yaxşıca qarışdırdım. Duzu isə toyuğun özünə vuracağam. Toyuğun qalın hissəsini, sinə hissələrini biraz belə kəsiklər atıram və yaxşıca toyuğun hər yerini əlimlə duzluyuram. Mən sousa duz vurmadığım üçün toyuğun hər yerinə duzu yedizdirirəm. Daha sonra isə hazırladığım sousu toyuğumun üzərinə əlavə edirəm. İnanın ki, bu sos toyuğa o qədər ləzzət qatır ki, toyuğun dadı çox ləzzətli olur. Hazırladığım sosun hamısını toyuğun ətinə yavaş-yavaş çəkirəm ki, sos kənarda qalmasın. Bundan sonra toyuğu yarım saat saxlayacağım. Sizin vaxtınız varsa 1 saat qalsın, daha sonra bişirin. Saxladıqda sosun ləzzəti ətin dadına qarşı daha da ləzzət verir. Bişirəcəyimiz tavaya yağlı kağızı islatdım, əlimdə də biraz əzdim. Sonra isə yerləşdirirəm toyuğumu üzərinə. Gördüyünüz kimi hər yerini kağız tutmalıdır. Əziz xanımlar, bir şey də qeyd edim ki, siz əgər bunu bişirsəniz, toyuğu yapışmayan tavada bişirin. Toyuğunuz tez qızarsın və sosu yanmasın. Və mən əlavə kartoflar qoydum toyuğumuzun yanına, çünki biraz tavam böyükdür, ətrafında boş yeri var idi. Gördüyünüz kimi kağızla da hər tərəfini bağlayıram ki, toyuğun buğu kənara çıxmasın. Qazın üzərinə qoyuram və qazın dərəcəsini aşağı edirəm ki, toyuğun suyu çıxana qədər tavamızın dibi tutmasın. 1 saata qədər tavanın qapağını açmırıq ki, buğu çıxmasın yeməyimizin. Artıq 45 dəqiqədir qoymuşam mən yeməyi. Birinci dəfədir ki, açıram və yoxluyuram. Kağızı qaldırıb toyuğun alt hissəsinin qızarıb qızarmadığını yoxluyuram. Gördüyünüz kimi toyuğun alt hissəsində hələ suyu da var və mənim üçün yetərlidir toyuğun qızarmağı. Artıq çevirirəm. Toyuğun əti o qədər yumşaq bişibdir ki, çevirdikdə məndə bir hissəsi parçalandı, ancaq digər hissəsi isə bölünmədi, bütövdür. Və mən üzərini örtürəm, yenə də həmin kağızlarla. Bu formada 15-20 dəqiqə isə saxlayacağım, qızarsın. Yeməyin yanında yemək üçün yayda sirkəyə qoyduğum sarımsaq turşusundan biraz da çıxardıram. Faydalı olduğu üçün sarımsağın özünü, turşusunu biz çox istifadə edirik yeməklərimizin yanında. Toyuğumuz artıq hazırdır. Digər tərəfi də qızardı. 1 saat 15 dəqiqəyə mənim toyuğum bişdi. Çox da saxlayanda toyuğun əti quruyur, sos çəkilir. Ona görə də elə vaxtı yeməyə götürün ki, ətiniz çox qurumasın. Dəyərli izləyicilər, kanalımıza dəstək üçün abunə olub yorum yazmağı unutmayın. Sizin dəstəyiniz, yorumlarınız bizim üçün çox qiymətlidir. Hansı şəhərdən, hansı ölkədən bizi izləyirsinizsə, yorumlarınızda qeyd edin. İnşallah növbəti videolarımızda görüşənədək Allaha əmanət olun, salamat qalın.